Salam, mən Nərin müəllimə. Sizinlə müəllif olduğum 7-ci sinif biologiya RTM səviyyəli test topumundan növbəti sualların izahını paylaşacağım. İzah başlamışdan əvvəl deməli siz yoldaşlar, ödənişsiz WhatsApp qrupumuzda məhz bu kitabın, eləcə də 7-ci sinifə aid belə deyim, müxtəlif testlərin müzakirəsini edirik. İstəsəz, açma bölümündə qeyd olunan nömrə əlaqə saxlayıb WhatsApp qrupuna qoşula bilərsiniz. Belə, başlayaq izaha. Hansı halda yaranan toxum daha düzgün olacaq? Deməli, toxumun yaranması üçün əvvəlcə tozlanma, daha sonra da iki qat mayalama baş verməlidir ki, toxum və meyvə əmələ gəlsin. Biz burada görürük tozlanma prosesini. Tozlanma prosesini biz bölmüşdük öz-özünə və çarpaz tozlanma. Öz-özünə tozlanma nə idi? Bir çiçək daxilində tozcuq dənəsinin dişicinin ağacığına düşməsinə verdiyi öz-özünə tozlanma. Yəni burada A öz-özünə tozlanmadır. Biz deyirik ki, öz-özünə tozlanmada yaranan toxum ətraf mühitin əlverişli şəraitinə yaxşı uyğunlaşa bilməyəcək və bir neçə nəsil əgər ardıcıl öz-özünə tozlanma baş verərsə, bitkidə hətta cırlaşma müşahidə olunar. B çarpaz tozlanmadır və C də çarpaz tozlanmadır və biz deyirik ki, çarpaz tozlanmada alınan deməli toxumlar ətraf mühit şəraitinə daha dözümlü olacaq. Burada dözümlü olmağın səbəbi nədir? Daha fərqli xromosom belə deyək, xromosomların bir-birinə qarışması, genetik məlumatların bir-birinə qarışması ətraf mühitin şəraitinə daha dözümlü fərqlərin alınmasına səbəb olacaq. Burada B və C dediyi hərcisi çarpaz tozlanmadır. Amma baxsaq B-də bir bitki daxilində çarpaz tozlanmanı görürük. Yəni burada alınan deməli həm erkək, həm də dişi cinsi hüceyrə eyni bir bitkiyə aiddir. Amma C tozlanmasında isə yumurta hüceyrə və spermi tamamilə fərqli bitkilərin genetik xüsusiyyətlərini daşıyır. Buna görə də ətraf mühitin şəraitinə daha dözümlü olacaq. Dözümlü olacaq desə B-lə C-ni götürərdik, amma daha dözümlü dediyi üçün götürəcəyik yalnızca C-ni. Rəqəmlərdən istifadə edərək boşluqları doldurun. Çovdar bitkisinin toxumu deməli 3 hissədən ibarətdir. Çovdar bitkisi bir ləpəlidir, taxıllara aiddir. Ümumiyyətlə, bir ləpəlilərin hamısının toxumu 3 hissədən ibarətdir. Qabıq, endosperm və rüşeym. Və dediyi artıq bir ləpəlidir. Lobiya bitkisinin toxumunda iki ləpəli var, iki ləpəli bağı var. Lobiya iki ləpəli bitkidir və deməli o iki hissədən ibarətdir. Niyə? İki ləpəli bitkilərin əksəriyyətinin toxumu ümumiyyətlə iki hissədən ibarətdir. Çünki ehtiyat qida maddəsi endospermdə yox, məhz rüşeymin ləpəli bağına toplanır. Yəni iki ləpəli bitkilərin əksəriyyətində toxum iki hissədən ibarətdir. Qabıq və rüşeym. Qaymaq çiçəyi bitkisində isə deməli toxum 3 hissədən ibarətdir və ehtiyat qida maddəsi deməli toxumun 2 hissəsində toplanılır. Deməli qaymaq çiçəyi bitkisi bir ləpəlidir. 2 ədəd bir ləpəli bitki tanıyırıq. Üçünc bənövşə və qaymaq çiçəyi. Bu iki bitkidə ehtiyat qida maddəsi rüşeymlə bərabər həm də endospermdə toplanır. Yəni toxum 3 hissədən ibarətdir, yəni endospermə malikdir. Və ehtiyat qida maddəsi 2 hissədə, yəni həm rüşeymdə, həm də endospermdə toplanır. Cavab olacaq A bəndi və növbəti sual. Düzgün fikirləri seçin. Biz burada görürük qarğıdalı bitkisini. Bir meyvəsinin əmələ gəlməsində çoxlu tozcuq iştirak edir. Qarğıdalının meyvəsi dən meyvədir. Dən meyvə bir toxumludur və bir meyvənin əmələ gəlməsində bir ədəd tozcuq iştirak edəcək, çoxlu sayda yox. Yəni 1 səhvdir. 2 meyvəsi dən meyvədir. Bəli, bir mənalı olaraq bütün taxılların meyvəsi dən meyvədir. 3 kök sistemi saçaqlıdır. Bəli, yenə deyəcəyik. Bütün bir ləpəli bitkilərin kök sistemi saçaqlıdır. Bütün taxılların kök sistemi saçaqlıdır. İstəyir toxumdan çoxalsın, istəyir versakilondan çoxalsın, kök sistemi saçaqlıdır. Çünki toxumdan inkişaf edən əsas kökü zəif inkişaf edir. Kök sistemi saçaqlıdır, düzdür. Meyvəsi dən meyvədir, düzdür. Və yarpaqlar mürəkkəbdir, xeyr. Bütün taxılların yarpaqları sadə yarpaqdır, oturaq yarpaqdır, növbə düzülüşdür və s. Belə. İzah bu qədər yoldaşlar. Növbəti izahdan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Uğurlar.